həsr olunmuşdu. Yeri gəlmişkən Qarabağdan danışırıqsa, azad olunan torpaqlarımız öz doğma sakinləri ilə daha gözəldir və biz 5 ildir ki, bu qüruru yaşayırıq. Bugün hazırda orada hansı məqamlar yaşanır, hansı hadisələr baş verir, insanlar öz sevinclərini, o xoşbəxt duyğularını necə büruzə verirlər. Düşünürəm ki, bunu deməyə çox da ehtiyac yoxdur, amma zaman-zaman təbii ki, orada baş verən hadisələrlə bağlı biz sizi məlumatlandırırıq və çox gözəl qürur verici görüntüləri sizə təqdim edirik. Çox gözəl hadisələr baş verir. Bax, hansı ki, bu gözəlliyi öz gözlərinizlə görürsünüz. Əziz tamaşaçılar, biz sizə mütəmadi olaraq bu haqda məlumat veririk. Böyük qayıdış planına əsasən qaçqın və məcburi köçkünlərin öz doğma yurd yuvalarına qayıdılması. Bax, bu haqda sizə ətraflı məlumat veririk, amma bu dəfə xəbərimiz çox fərqlidir. Gördüyünüz kimi, qaçqın və məcburi köçkünlər artıq, bax, belə ifadə işlətmirik. Yerli sakinlər, Şərqi Zəngəzur, Qarabağda məskən salan, artıq yerləşən sakinlər çox gözəl bir flash mob hazırlayıblar. Hazırda siz bu flash mobu izləyirsiniz. Belə ki, flash mob qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə reallaşıb. Dövlət Komitəsindən bildirilir ki, video layihənin əsas ideyası heç bir sözə ehtiyac duymadan, yalnız insan simalarındakı ifadə ilə böyük qayıdışın yaratdığı sevinci, saf və gözəl duyğuları çatdırmaqdır. Ağbirçək nənələrin və ağsaqqal babaların illər sonra tapdıqları huzur, gənclərin gələcəyi olan inamı və uşaqların doğma torpaqlardakı qayğısız gülüşləri kadrlarda əks olunur. Məncə, üz ifadələri elə gözəl, elə dəqiq şəkildə ifadə olunub ki, burada həqiqətən də heç bir sözə, heç bir şərhə ehtiyac yoxdur. Uğurlar Azərbaycan, uğurlar bizim Qarabağımıza.